sadəlövh bir yanaşma ilə dünyaya baxsaq, belə düşünə bilərik ki, insanlığın bütün bilikləri hər kəs üçün açıqdır. Open source, hamıya bərabər paylanır. Amma bir sir, qapalılıq və eksklüzivliyi adətən fantaziya kimi qəbul edirik. Gizliliyi həmişə qaranlıq bir mağarada, əlində şam, başında bürkü, massonlar, həm də 2 sı ilə niyəsə. Yəni Hollywood filmlərində təsvir edildiyi kimi düşünürük. Bu da ona görə nağıl kimi gəlir. Əslində isə bu eksklüzivliyi və qapalılığı hər gün müxtəlif sahələrdə görürük. Qapalı yacht klublar, eksklüziv gecələr, gated communitylər, bağlı iclaslar. Məsələn, burada Floridada golf klubları var. Bilirsiniz ki, Amerika siyasətçiləri golf oynamağı sevir. Belə klublardan birinə üzvlük haqqı $500,000-dır. Amma yalnız pul yetmir. Klubdan dəvət almalısan. Ödənişdən sonra sənə bir anket verilir. Biznesin, gəlirin, təhsilin, siyasi baxışların, ailən, yaxın ətrafın və hətta xəstəlik tarixin haqqında da məlumat verməlisən. 6 ay ərzində sənə cavab gəlir. Amma ilk ay sən hələ testdən keçirsən, davranışın izlənir, uyğun olub-olmadığını qiymətləndiririk. David Rockefellerə bir dəfə belə bir sual verirlər. Doğrudan da siz dünyanı idarə edirsiniz, gizli planlar qurursunuz. O isə cavabında deyir, yo, biz sadəcə dostlarımızla golf oynayırıq, oradan-buradan danışırıq, sonra evə gedirik, ertəsi gün dollar birjası çökür. İnformasiyanın gücü bundadır, bir göz qırpımında reallığı dəyişə bilir.